Hər vaxtınız xeyir. Efirimizi real intervyu ilə davam edirik. Yay ayları təbiətin bolluq dövrüdür. Süfrələrimiz yerli meyvə tərəvəzlərlə zəngindir. Bəs bu bolluğu daxili bazarla yanaşı, xarici bazarlara da lazımi səviyyədə ötürə bilirikmi? Aqrar məhsullarımızın ixrac potensialı, keyfiyyət və təhlükəsizlik standartlarından bugün studiyamızın qonağı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İxraca Nəzarət Şöbəsinin müdiri Əkbər müəllim Əliyevlə danışacağıq. Xoş gördük Əkbər müəllim. Xoş gördük. Və sözün əsl mənasında məhsul bu istiqamətdə bolluq yaşayırıq. Məhsul kifayət qədər var yerli bazarlarda. Bəs ixraca kifayət qədərmidir? Ümumiyyətlə son illər artım yaxud azalma müşahidə edilir. Çox sağ olun, sağolunuz üçün. 2026-cı ilin birinci yarısının statistik rəqəmlərini təhlil edəndə görürük ki, ölkəmizdən bitkiçilik məhsullarında artım dinamikası müşahidə olunmaqla yanaşı, ixrac coğrafiyası da genişlənir. Və biz rəqəmlərə diqqət yetirsək, keçən ilin bu ilki rəqəmləri eyni dövrü ilə müqayisə etdikdə təqribən bitkiçilik məhsullarının, yəni meyvə və tərəvəzinin ixracında 7% artım dinamikası müşahidə olunur. Bu artım dinamikası müşahidə olunması bir məsuliyyət yaradır. Həm ixracatçı şirkətlərdə, həm fermer şirkətlərdə. Çünki Azərbaycan nəinki o məhsulların ixrac artımı, onların keyfiyyətinə də, təhlükəsizliyinə də diqqət yetirmək lazımdır. Çünki idxalçı ölkələrin nəinki məhsullardır, həmçinin onların qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına dair tələbləri müəyyən edilmişdir və bu da beynəlxalq standartlar, beynəlxalq konvensiyalarla tənzimlənir. Təqribən bu illərin 6 ay ərzində 439 min tondan çox bitkiçilik məhsulu, meyvə tərəvəz məhsulu dünyanın 39-dan çox ölkəsinə ixrac edilmişdir və bu da təqribən 47 növ məhsulu əhatə edir. Keçən illə müqayisə etdikdə isə təqribən 30 dövlətə biz ixrac etmişdik və ölkələri də təhlil etdikdə görürük ki, ənənəvi ölkələrdən artıq qeyri-ənənəvi ixrac bazarlarına da ixrac dinamikası artır. Belə ki, artıq ənənəvi ölkələrdə ixracda olan payı 5-6% düşmək üzrədir. Maraqlıdır, elə ölkələrdən danışmışkən biz adət etmişik ki, daha çox Rusiya bu sıralardadır ki, bizim məhsullarımız Rusiyaya ixrac olunur. Hansı ölkələr əlavə edilibdir? Mən sizə misal üçün çəkərəm, 50%-dən çox bizim ixracımız Türkiyə Respublikasına artıb. Belarus Respublikasına. Bu illəri biz ilk dəfə Suriyaya müxtəlif 700, daha doğrusu Suriyaya biz müxtəlif növ bitkiçilik məhsullarının ixracını həyata keçirmişik. Bu bir ilk idi və bu sıralara həmçinin Avropa ölkələri, Körfəz ölkələri misal çəkə bilərik ki, orada biz tərəvəz və meyvə məhsullarımızı ixrac edirik. Və bunların sırasında daha çox hansı məhsullar, söhbət bitkiçilik məhsullarından gedirsə? Ən çox bizim ixrac etdiyimiz məhsullar bu illəri pomidor məhsuludur. İlk 10-luğu əgər təhlil etsək, pomidor məhsuludur, çiyələkdir. Məsələn, çiyələyin biz ixracında bu illəri 55% artım müşahidə etdik. Bu da sözsüz bizim məsuliyyətimizi artırır. Çünki ixrac prosesi zamanı məhsullar elə formada ixrac olunmalıdır ki, onlar həm karantin zərərvericilərinə sirayətlənməməlidirlər, həmçinin onların tərkibində olan qida təhlükəsizliyi normaları, pestisid qalıqları ciddi riayət olunmalıdır. Onların qablaşdırılması, saxlanması, daşınmasına ciddi riayət olunmalıdır və bu sıraya həmçinin biz alma məhsulunu, çiyələk məhsulunu bildirdik və hal-hazırda da çərdəyli meyvələr, gilas, nektarin, şaftalı kimi, ərik, alça bu kimi məhsulların ixracı davam edir. Qarpız məhsulunda biz bu illəri artım müşahidə etmişik və sizin dediyiniz kimi ənənəvi bazarları da biz təhlil edirik. Məsələn, biz qeyd etdiyim kimi bu il artıq 40-a yaxın ölkəyə ixrac edirik və Rusiya Federasiyasına bizim ixracımız 1% artsa da belə, amma ümumi ixracın həcmində Rusiya Federasiyası da 5% azalma var ki, bu da belə deyək ki, ixrac coğrafiyasının genişləndirilməsidir. Bu bizi bir növ arxayın salmamalıdır. Yəni bizim fermerlər də, ixracatçılar da beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Və bu sahədə Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının müəyyən etdiyi, təsdiqlədiyi standartlar var. Bu standartlar həm məhsulların bitki karantin zərərvericilərinə
sirayətlənməsinin, onların daşınmasını, qablaşdırılmasını, etiketlənməsini ehtiva edən sənədlərdir. Biz bu ilə əlaqədar sahibkarlarla çoxsaylı görüşlər keçiririk və təşviq edirik ki, bu standartların tələblərinə riayət etsinlər. Əgər biz bu standartların tələblərinə riayət etməsək, ixrac coğrafiyamıza ciddi zərər vurmuş ola bilərik və idxalçı ölkələrin tələblərinə riayət etməsək, nəticədə bizim ixracımıza mənfi təsirləri ola bilər. Odur ki, fermerlər öz məhsullarını yetişdirərkən aqrotexniki, aqrokimyəvi məsələlərə diqqət yetirməlidirlər. Öz təsərrüfatlarında ciddi qulluq işləri aparmalıdırlar. Məhsulları keyfiyyətli olmalıdır. Düzdür, siz sözünüzün əvvəlində vurğuladınız, məhsul boldur. Bol olsa da biz onun daha çox xarici bazarlarda rəqabət qabiliyyətinin daha da yüksəlməsinə nail olmalıyıq. Biz yerli bazarlarda məhsulun bol olmasını görürük, amma çıxarılacaq məhsuldurmu, ixraca uyğun məhsuldur, onu təbii ki, biz belə bilirik. Əfsuslar olsun ki, bizim apardığımız ixrac nəzarət tədbirləri zamanı bu cür sizin qeyd etdiyiniz kimi keyfiyyətsiz, uyğun qablaşdırılmayan, karantin zərərvericilərinə sirayətlənmiş, düzgün qulluq olmayan bitkiçilik məhsullarına rast gəlirik. Mən bunu misal üçün çəkəcəm, məsələn, təkrar qablaşdırmadan istifadə etməklə. Məsələn, həmin qutuda şərti deyirəm, yumurta daşınıb, indi onun içinə xiyar məhsulu yığıb ixrac edilir. Bu, həm ölkənin imicinə ziyandır, həm həmin məhsul nə qədər də keyfiyyətli olsa, artıq onun qablaşdırma özü bir marketinq alətidir. Yəni, bu marketinq alətindən də düzgün istifadə etmək lazımdır. Biz hər zaman bunun sahibkarlar arasında təşviqini aparırıq və burada bizim fermerlərin və ixracatçı şirkətlərin əsas diqqət edəcəyi məqamlardan da biri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq aparılmış, fitosanitar monitorinq aparılmış təsərrüfatlardan qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmış təsərrüfatlardan məhsul ixracını belə deyək ki, etməlidirlər. Bəzi hallarda əfsuslar olsun ki, biz belə hallarla rastlaşırıq ki, məhsulun mənşəyi düzgün bəyan olunmur. Məhsulun hardan yığılması bəyan olunmur. Bu da nəticədə məhsulun, belə deyək ki, əgər məhsul fitosanitar monitorinq aparılmamış, orada sağlamlaşdırıcı tədbirlər görülməmiş və qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfatdan çıxarsa, bu məhsulun taleyi tam açıq deyim, sual altında ola bilər və bu ilə də əlaqədar olaraq idxalçı ölkələrdən bizə vaxtaşırı bildirişlər də daxil olur və bu bildirişlər və bizim ixracda müəyyən etdiyimiz bu cür uyğunsuzluq halları bizi vadar edir ki, daha da biz ayıq-sayıq olmalıyıq, biz daha da ixracda nəzarətimizi gücləndirməliyik və həmçinin burada ixracatçı şirkətlərin üzərinə böyük məsuliyyət düşür, fermerlərin üzərinə böyük məsuliyyət düşür ki, bu bazarı qoruyub saxlamaq lazımdır. Və siz qeyd etdiniz, coğrafiyanın genişləndirilməsi, çoxşaxələndirilməsi və təbii ki, buna da beynəlxalq standartlara həmin o məhsulların cavab verməsidir. Ümumiyyətlə, həmin o beynəlxalq standartlara cavab verilməsi istiqamətində fermerlər və sahibkarlar hansı çətinliklərlə üzləşirlər ki, istədikləri o nailiyyəti əldə edə bilmirlər? Mən tam səmimi bildirim ki, bəzi hallarda fermerlərin düzgün maarifləndirilməməsi, həmin sənədləri düzgün, belə deyək ki, vaxtında oxumamaq, idxalçı ölkələrin tələblərini oxumamaq. Qida Təhlükəsizliyi Agentliyi vaxtaşırı ixrac coğrafiyasının genişləndirilməsi sahəsində bir sıra ciddi tədbirlər həyata keçirir. Mən xüsusilə qeyd etmək istərdim ki, may ayında Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və Çin Xalq Respublikasının gömrük orqanının rəhbərliyi arasında görüş keçirilmiş və görüşün nəticəsi olaraq hər iki dövlət arasında bir sıra məhsullar üzrə protokollar imzalanmışdır. Məsələn, Çin Xalq Respublikasının çox ciddi ixal tələbləri vardır və Çin Xalq Respublikasına hər hansı bir məhsulun ixalı üçün bazara giriş imkanı əldə etmək üçün bu anlaşma, razılaşma protokollarının imzalanması vacibdir. O anlaşma protokolları da o zaman imzalanır ki, ölkədə artıq müəyyən heyvan xəstəliklərindən azad olur, ölkədə qida təhlükəsizliyi sistemi qurulur və bu ilə də əlaqədar olaraq dövlət proqramından irəli gələrək bu tədbirlərin görülməsi nəticəsidir ki, biz artıq Çin bazarına da çıxış imkanlarımızı əldə etmişik. Biz artıq Çin bazarına öz fındıq məhsulumuzu, hətta quş əti məhsullarımızın ixrac imkanını belə deyək ki, qazanmışıq. Hal-hazırda da digər bazarlara da çıxış imkanları
tərəfimizdən dəyərləndirilir və bizim fermerlər, dediyiniz kimi fermerlər həmin belə deyək ki, Çin böyük bir bazardır. Çinin ixal şərtlərini, ixal tələblərini öyrənməli, öz məhsulunu, öz fermasını, öz bağını, təsərrüfatını, onun müəyyən etdiyi standartlara, nəinki onun beynəlxalq standartlara uyğunlaşdırmalı. Bu o demək deyil ki, əgər keyfiyyətsiz məhsulsa mən bunu yerli bazarda satacağam və ya təhlükəli məhsulsa mən bunu yerli bazarda sata bilərəm. Əsla belə bir şey yoxdur. İlk növbədə beynəlxalq tələblər də ondan ibarətdir ki, ilk növbədə həmin məhsul ölkənin özünün standartlarına və tələblərinə cavab verməlidir. Və ondan sonra biz beynəlxalq bitki mühafizəsi konvensiyasının, Codex Alimentarius, FAO və digər mühüm təşkilatların standartlarını dərindən bilməliyik və məsələn tutalım mən bir neçə misal çəkəcəm. Bir də görürsünüz ki, ixalçı ölkə tərəfindən maşın geri qaytarılır. Qaytarılma səbəbi məsələn yük 20 tonluq yükdür. Furanın arxasına yığılıb 33 belə deyək ki, paletin üzərində məhsullar yığılıb. Orta paletlərə sahibkar səhlənkarlıq edib stikerlər vurmayıb. Və zənn edib ki, onun məhsulu keçə biləcək və bu səhvə görə məhsul geri qayıdır. Və ya belə deyək ki, taxta meşə materiallarından istifadə ilə əlaqədar beynəlxalq standart var, hansı ki, onlar işlənməli və zərərsizləşdirməlidir. Sahibkar ixracatçı hesab edir ki, mən orta cərgəyə həmin paletlərdən istifadə etsəm, qarşı tərəf görməyə bilər. Yəni, bu riski gözünə alır, yoxlamaya bilər. Nəticədə onun hesabına maşın geri qayıdır. Və ya hər hansı bir məhsulu keyfiyyətsiz cəhd etməməlidirlər. Yəni, keyfiyyətsiz məhsul, dediyim kimi, monitorinqlə aparılmamış sahələrdən yığılan məhsullar. Çünki beynəlxalq tələblərə əsasən, əgər hər hansı bir təsərrüfatdan monitorinq, daha doğrusu notifikasiya bildiriş daxil olursa, o zaman biz həmin təsərrüfatlarda monitorinqlər aparmalıyıq. Sevindirici haldır ki, bu cür hallar intensiv təşkil etmir, yəni çox az saydadır. Yəni fermerlər də azdır hər halda. Amma belə məsuliyyətsiz fermerlər də olur, ixracatçılar da olur. Ona görə də sizin mən efirdən istifadə edərək ixracatçı şirkətlərə, fermerlərə çağırış edirəm ki, beynəlxalq standartların tələblərinə hamılıqla riayət etməliyik və o zaman Azərbaycan məhsulları, xüsusilə də bizim bitkiçilik məhsulları, meyvə və tərəvəz məhsulları xarici bazarlarda daha da ciddi mövqeyə sahib ola biləcəklər. Və bunların sırasında siz bayaq qablaşdırmadan da danışdınız, etiketlənməsindən də məhsulların danışdınız. İstərdim xüsusi onu vurğulayım ki, maraqlıdır ki, biz bugün də yerli bazarlarda, məsələn, kartof, çirkli formada satışa çıxarılır. Hər halda onlar ixraca belə göndərmirlər. Mən tam səmidim, cəhd olub. Bizim nəzarət tədbirləri zamanı bu... Birdən keçər, birdən diqqətdən yayınar. Yəni, bu cür hallara əfsuslar olsun ki, bizim ixracatçı şirkətlər hesab edirlər ki, bunu edə bilərlər. Amma bu, beynəlxalq konvensiyanın standartlarının tələblərinə qəti surətdə ziddir ki, palçıqlı şəkildə kartof məhsulunu ixrac etmək. Yerli bazarda bəlkə də ola bilər, amma nə üçün palçıqda gedə bilməz? Çünki həmin o torpaq özü ilə hər hansı bir zərər vericini özü ilə digər ölkəyə apara bilər. Eyni qaydada da idxalda bizim ölkəyə də kartof məhsulu, digər məhsullar idxal olunur. Eyni qaydada da biz o nəzarət tədbirimizi aparırıq ki, ölkəmizə digər ölkələrdən hər hansı karantin zərər vericisi daxil olmasın. Çünki digər ölkələr kimi Azərbaycan Respublikası da qoşulduğu konvensiyalara uyğun olaraq özlərinə öhdəlik götürür ki, digər ölkənin ərazisini karantin zərər vericilərinə sirayətləndirməyəcək və həmin o bizim də danışdığımız fitosanitar sertifikat da onu ehtiva edir ki, yəni bu yük partiyası beynəlxalq konvensiyaların idxalçı ölkənin tələblərinə uyğundur. Və nə xoş ki, meyvə tərəvəz məhsulları ilə yanaşı, həm də eyni zamanda digər məhsullarda, burada heyvan mənşəli məhsullar da artıq ixrac olunur və Çindən bayaq danışdıq və istərdim onu da xüsusi vurğulayaq ki, yeri gəlmişkən bir neçə müddət öncə məhz balıq məhsulları ixrac olunmuşdu Çinə və bu dünya bazarına böyük bir nailiyyətli çıxış. Tamamilə düzgün vurğulayırsınız. Həmin qeyd etdiyim protokolların içində həmçinin də
dənizdə yetişdirilmiş, vəhşi təbiətdə yetişdirilmiş balıqların ixracı ilə əlaqədar da protokol imzalanmışdır və bura həmçinin aiddir biz kürü məhsulu, akvakultur şəraitində yetişdirilmiş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı və ən əsası da quş əti məhsullarının ixracı. Bu ölkəmizin bir neçə xəstəliklərdən, xüsusilə də patogen quş qripi xəstəliyindən azad statusa malik olması və digər xəstəliklərdən azad statusa malik olması bizə imkan verir ki, biz ixrac coğrafiyamızı genişləndirək. Mən bildirdim, bitkiçilik məhsulları təqribən 40-a yaxın ölkəyə ixrac olunur, meyvə tərəvəz məhsulları, amma ümumilikdə qida təhlükəsizliyinə aid ümumiyyətlə qida məhsulları dünyanın, Azərbaycan Respublikasından dünyanın 70-ə yaxın ölkəsinə ixrac olunur. İxrac olunan məhsullar sırasına həmçinin mən qeyd edə bilərəm, dəri məmulatlarıdır, yumurta məhsuludur və qeyd etdiyim xəstəlikdən azad status bizə imkan vermişdir ki, biz öz yumurta məhsulumuzu nəinki qonşu ölkələr, həmçinin uzaq Amerika Birləşmiş Ştatlarına belə biz 100 milyon ədəddən çox biz ərzaqlıq yumurta məhsulunu da ixrac etmişdik. Bəli, burada həm xəstəliklər, eyni qaydada da həmin bizim qeyd etdiyimiz fermerlər, bizim istehsalçı müəssisələr daha məsuliyyətli olmalı, ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində beynəlxalq standartları öz müəssisələrində tətbiq etməlidir. Əkbər müəllim, istənilən fermer öz məhsulunu ixrac edə bilərmi və bunun üçün o qaydalarla harda tanış olmalıdır? Ümumiyyətlə limit varmı? Az olmasın, çox olmasın? Bax, bunlar necə müəyyən? Xeyr, hər hansı bir ixracatçı məhsul ixrac etməyi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq həmin fermerin konstitusion hüququdur və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər və hər hansı bir limit, hər hansı bir belə deyək ki, sizin qeyd etdiyiniz kimi məhdudiyyətlər yoxdur. Sadəcə fermerlər öz istehsalatını, öz məhsulunu ölkəmizin qanunvericiliyinə uyğun olaraq qurmalıdır. Fermerlər ilk növbədə öz təsərrüfatlarını qida təhlükəsizliyi qeydiyyatına almalıdırlar. Fermerlər istifadə etdikləri aqrokimyəvi vasitələr, gübrələr, bioloji preparatlar və pestisidlər, herbisidlər, bu kimi preparatlardan istifadə qaydalarına ciddi riayət etməlidirlər. Vaxtaşırı öz təsərrüfatlarında bitkiçilik məhsullarından danışırsa, aqrotexniki, aqrokimya qulluqları vaxtında əməl etməlidirlər. Xüsusilə də indi bu illəri bizdə Azərbaycanda yağış daha intensiv oldu. Bu da təsərrüfatlara ziyanlarla ötüşmədi. Amma o yağışdan sonra, o belə deyək ki, hava şəraitindən sonra düzgün aqrokimyəvi, aqrotexniki qulluq məhsulun qorunub saxlanması ilə nəticələnə bilər. Ona görə fermerlər bu tələblərlə də yanaşı, əgər onlar məhsullarını ixrac etmək istəyirlərsə, dediyimiz kimi beynəlxalq standartlarla tanış olmalıdırlar, bilməlidirlər öz təsərrüfatlarında hansı pestisidlərdən istifadə etməlidirlər. Məsələn, bizim ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının qərarı ilə ölkədə qadağa olunmuş pestisidlərin siyahısı var. Onun ilk növbədə o ilə tanış olmalıdırlar. Bilməlidirlər ki, bu təsərrüfatlarda bu pestisidlərdən istifadə qadağandır. Yəni, onsuz da onların ölkəyə idxalı qadağandır, amma beynəlxalq standartlar, idxalçıların tələbləri və sizin qeyd etdiyiniz etiketlənmə, qablaşdırma, saxlama tələblərinə biz riayət etdiyimiz təqdirdə ixracımız daha da keyfiyyətli ola bilər. Yəni, burada mövsümün məhsuldar olmasından əlavə həm də onların özünün üzərinə də böyük məsuliyyət düşür və bir daha istərdim bizim fermerlərə və sahibkarlara tövsiyənizi bildirəsiniz. Biz sahibkarlarla, fermerlərlə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, rəhbər heyəti daimi olaraq yerlərdə, təsərrüfatlarda görüşlər keçiririk. Onların suallarını eşidirik, qeydiyyat edirik və onlara hər cür dəstəyi də göstəririk. Sadəcə fermerlər bilməlidirlər ki, öz məhsullarını ixrac edirlərsə, onların məhsulları öz təsərrüfatlarını maraqlı olmalıdırlar ki, onların təsərrüfatları qida təhlükəsizliyi qeydiyyatına alınmış olsun. Onların təsərrüfatlarında mütəmadi olaraq fitosanitar monitorinqlər və digər monitorinqlər həyata keçirilsin ki, o təhlükələri qabaqcadan bilsinlər və o təhlükələrin qarşısına alınması istiqamətində tədbirlər görə bilsinlər. Və istərdim onda xüsusi əlavə edim ki, siz bayaq dediyiniz kimi
təkcə ixracla bağlı yox. Əlbəttə ki. Yerli bazarda yerli da bazar da, keyfiyyətli. yəni ilk növbədə yerli bazar, yəni Azərbaycan vətəndaşlarının, bizim istehlakçılarımızın hüquqları qorunmalıdır. Zaten beynəlxalq konvensiyalarda, beynəlxalq standartlar da onu deyir ki, əgər həmin məhsul ölkənin öz standartlarına uyğun deyilsə, öz tələblərinə uyğun deyilsə, heç bir ölkə ixrac edə bilməz. Odur ki, yəni fermerlərimiz ölkə qanunvericiliyini, qida təhlükəsizliyi sahəsində normativ tənzimlənməni bilməlidirlər. O fermerlərin masa üstü, belə deyək ki, dəftərləri olmalıdır, daim onlarla işləməlidir və biz yüzlərcə, bəlkə minlərcə biz bu cür fermerlərlə daim işləyirik. İndi hal-hazırda istixanalarla, belə deyək ki, fitosanitar monitorinqlər gedəcək, yəni mövsümün başlanması ilə əlaqədar növbədə xurma məhsulunun ixracı başlayacaq. Yəni artıq fermerlər ixracdan öncə zəruri tədbirlərini həyata keçirməlidirlər. Təşəkkür edirəm. Sizə də və elə bizim sahibkarlara və fermerlərə də uğurlar arzu edirəm. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İdxal İxracat Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyev idi.